Salam əziz izləyicilər, bugün sizə növbəti test sualımızın izahını verməyə çalışacağım. Keçək sualımıza. Sualımızın şərti belədir. Cədvələ əsasən uyğunsuzluğu müəyyən edin. Birinci iqlim diaqramımız şimal subtropik kontinental iqlim tipinə, ikinci iqlim diaqramımız isə şimal mülayim kontinental iqlim tipinə aiddir. Birinci aid xüsusiyyətlərə baxaq. A-da aid olduğu iqlim tipinə həm şimal, həm cənub yarımkürəsinə rast gəlinir. Subtropik kontinental iqlim tipinə həm şimal yarımkürəsinə, həm də cənub yarımkürəsinə rast gəlinir. Bu uyğun fikirdir. A-nı götürməyəcəyik. Keçdik B-yə. Aid olduğu iqlim qurşağının yayıldığı bütün ərazilərdə yağıntıların əsas hissəsi qış aylarında düşür. Aid olduğu iqlim qurşağı subtropikdir. Subtropikin də bütün ərazilərində qış aylarında yağıntı düşmür. Məsələn, subtropik musson iqlim tipində yay aylarında düşür. Bərabər rütubətlənmə olan hissələrdə isə il boyu düşür. Demək, bu uyğun olmayan fikirdir. B-ni götürəcəyik. Keçdik C-yə. Aid olduğu iqlim tipinə Afrika, Avstraliya və Cənubi Amerikada rast gəlinir. Subtropik kontinentala Avstraliyada və Cənubi Amerikada rast gələnsə də Afrikada rast gəlmir. Afrikada subtropik iqlim qurşağının Aralıq dənizi və bərabər rütubətlənmə iqlim tipi var. Subtropik kontinental yoxdur. C-də uyğun olmayan variantı C-ni də götürdük. Keçdik D-yə. Müşahidə edildiyi ən böyük qitədə keçid iqlim qurşağı ilə qonşuluq mövqeyinə malikdir. Müşahidə edildiyi ən böyük qitə Asiya qitəsidir. Orada bəli, subekvator iqlim qurşağı ilə qonşuluq mövqeyinə malikdir. Bu doğru, yəni uyğun fikirdir, götürməyəcəyik. Keçdik ikinciyə. Mülayim kontinentala aid olan cümlələrə baxaq. A-da Azərbaycan ərazisinin bir hissəsi bu iqlim vilayətində yerləşir. Azərbaycan subtropik və mülayim iqlim qurşağında yerləşir. Mülayim iqlim qurşağının da daxilində mülayim kontinental iqlim tipində yerləşir. Bəli, bu uyğun olan fikirdir. Bunu götürmürük. Keçdik B-yə. Aid olduğu iqlim qurşağının özünə məxsus hava kütləsi mövcud deyil. Aid olduğu iqlim qurşağı mülayimdir. Mülayim əsas iqlim qurşağıdır. Əsas iqlim qurşağının özünə məxsus hava kütləsi olur. Deməli, bu uyğun olmayan fikirdir. B-ni götürdük. Keçdik C-yə. Əhatə etdiyi ərazilərdə qütb gecə gündüzləri müşahidə edilə bilməz. Mülayim kontinental iqlim tipi Skandinaviya yarımadası tərəfdə şimal qütb dairəsindən müəyyən qədər şimalda yerləşir. Yəni orada qütb gecə gündüzləri baş verə bilər, yəni müşahidə edilə bilər. Deməli, bu uyğun olmayan fikirdir. C-ni də götürdük. Keçdik D-yə. Avropa ən uzun çayının mənbəyi məqsəd bu iqlim tipində yerləşir. Avropa ən uzun çay Volqa çayıdır. Onun mənbəyi mülayim kontinentalda yerləşsə də mənsəbi kəskin kontinentalda yerləşir. Deməli, bu da uyğun olmayan fikirdir. D-ni də götürəcəyik. Doğru cavabımız olacaq birinciyə B, C, ikinciyə isə B, C, D, A variantı.